Quranda ən çox nəyi təbliğ edir? Ən çox Allah Təbarəkə Teala vəhdəniyyətini, yəni ki, tək olduğunu, ən çox Allaha şərik qərar verməməyi, o barədə ayələr, ən çox ayələr o haqdadır. Və görürsünüz, neçə cümlədirsə ilə Allaha şərik qərar verənlər barəsində ayələr, misallar, çəkir Allah Teala, hələ bu yöndə təbliğat çox gedir. Niyə? Çünki İslamın qayəsi odur, şərti odur, ən əsas şərti odur ki, Allaha şərik qərar vermir. Allaha şərik qərar verdim, İslamiyyətdən çıxarsan, olarsan kafir, cəhənnəmə. Ona görə Allah buyurur ki, Allahdan başqasına ibadət edənlər elə şeylərə ibadət edirlər ki, onların heç biri yerdə və göydə onları rizqləndirməyə qüdrətləri yoxdur. Yəni Allah Teala yerdən və göydən bizləri səmadan rizqləndirir, ruzimizi verir. Amma onlar ona qail deyirlər.